Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mərhum əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev vəfat edib. Xəbər verilir ki, Məcid Əliyev dünən 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, bir müddət əvvəl onun qardaşı İlham Bayramov vəfat etmişdi. Xatırladaq ki, Topuş bacı ləqəbi ilə tanınan aktrisa onkoloji xəstəlikdən əziyyət çəkirdi və 2023-cü ildə vəfat edib. Allah rəhmət eləsin və xalqa nəzlərinə səbir veririk. Tovuzda güllələnmə hadisəsi baş verib. Xəbər verilir ki, hadisə rayonunun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb. Fermada bir nəfər güllələnərək qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.